Deməli, nə vaxt ki, insan uzaq düşür, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindən, vəhiydən, ümumiyyətlə vəhiydən insan uzaq düşəndə istər-istəməz onun qəlbinin sərtləşməsinə səbəb olur. Və ona görə insanın davamlı Quran oxuması və xüsusən də Quranı tədəbbür edərək oxunması, düşünərək oxunması insanın qəlbinin yumşalmasına səbəb olur. Hər gün az da olsa insan oxuyur və oxuduqca bütün bu baş verənlər, dünyadır, dünyanın mahiyyətini anlayır və bilir ki, əsl həyat oradır. Və insan uzaq düşdükcə, görürsən, gün ərzində insan səhər oxuyur, sonra başı qarışır, müəyyən qəflət yaranır. Yenə oxuduqca müəyyən qədər aradan qalxmasına səbəb olur. Amma görün, insan əgər heç oxumazsa, qəflət çoxalır, nəticədə qəlbin xəstələnməsinə və sonra da sərtləşməsinə gətirib çıxardır. Ona görə elə müamilənin də insanın valideynləri ilə, ailəsi ilə, evladları ilə gözəl davranmasının da elə başlıca səbəbi elə qəlb məsələsidir, qəlbdir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur: "İnne fil cesedi mudğa." Bədəndə ət parçası vardır. İza salahat salahal cesedu kullu. Əgər o sağlam olarsa bütün bədən sağlam olar. İza fesedet fesedel cesedu kullu. O korlanarsa bütün bədən korlanar. Ələ və hiyel qalb, və bilin ki, o da qəlb. Deməli, insanın qəlbi sağlam olanda danışığı sağlam olur və həmçinin rəftarı sağlam olur. Ona görə alimlər də buyurur ki, hətta evdə insan ailəsi ilə davranarkən, yəni söz-söhbət baş verirsə evdə, yəni hər ikisinə müraciət olunur ki, baxın qəlblərinizə. Və görəcəksiniz ki, yəni o söz-söhbətdən əvvəl, o dava-dalaşdan əvvəl birinci dəyişən qəlb olur.